Bismillah və salatu və selamu alə Rasulillah. Əmmə bə'd. Bilirsiniz ki, cavanlıq, gənclik dövrü insanın ən güclü bir vaxtıdır. Həm ibadət etmək üçün, həm yaşayış vaxtında, sağlam vaxtında insan üçün ən önəmli bir vaxtdır. Və ona görə də dinimiz də xüsusən gənclik vaxtına xüsusi yer verir. Məsələn, 7 qism insan var ki, Allah Subhanahu Taala'nın ərşinin kölgəsində dayanacaq. O gün ki, heç bir yerdə kölgəlik olmayacaq və ağır gündür və onlardan birisi də gəncliyini Allah yolunda xərcləyən insan, yəni gəncliyini ibadətlə keçirdən, orucla keçirdən, Allah üçün xeyir işlərdə keçirdən insandır. Və həmçinin elm öyrənməkdə, dəvət eləməkdə, cihad eləməkdə, yəni əlbəttə ki, gənclik dövrü, yəni bunlar hamısı nədir? Bacarıqlı olur, gücü olur. Yəni həm məsələn əzbərləməkdə, elmi öyrənməkdə və hamısında yəni bunlar güclü olur gənclər. Və ona görə də yəni çalışmaq lazımdır ki, gənclik dövründən doğru düzgün istifadə edəsən. Və həmçinin gənclik dövrünün qocalıq dövrünə də xeyri var. Necə ki Allah Subhanahu taala buyurur: "Və lamma balağa əşuddahu ataynahu hukman və ilma." O yetkinlik yaşına çatanda artıq, yəni dolğunluq yaşına çatanda biz ona hikmət və elm verdik. Və sonra nə deyir? Biz deyirik, yaxşı insanların mükafatını verdik. Və ona görə də deməli insan gəncliyində necə olursa, yəni əxlaqı, elmi faydalı olursa, Allah Subhanahu taala ona qocalanda da, yaşlaşanda da xeyir verir. Məsələn, gözəl ağsaqqal olur, gözəl elm əhli olur, gözəl yol göstərən olur, nümunəvi olur və xeyirli olur. Özü üçün, ailəsi üçün, cəmiyyəti üçün, ümməti üçün xeyirli olur. Yəni cavanlıqda insanın yəni əməl etməsi yəni xeyirdir. Görürsünüz ki, Allah Subhanahu taala da ona son vaxtı, yəni o görürsən ki, indi yaşlaşır da insan, Allah taala ona həmin vaxtına hikmət verir. Və həmin vaxt ona nə verir? Elm verir. Çoxsu məsələn, baxırsan sələflərimizə, yəni keçmişdəkilərə, sələfilik bir məzhəb, təriqət deyil. Sələfilik yəni keçmiş deməkdir. Keçmişdəkilərə baxırsan, görürsən ki, sahabələrdən də olub. Məsələn, Salman Farisi yaşı nə vaxt, nə qədər yaşı var idi, yəni hədis rivayət edirdi, elm öyrənirdi. Yəni dini öyrənmək üçün, doğru dini tapmaq üçün neçə illərlə yəni gəzib dünyanı və məsələn günümüzə kimi gəlib çıxır ki, onlar məsələn elm öyrənməkdə baxırsan ki, yaşlı vaxtında başlayırlar. Yəni yaxşı vaxtında başlayırlar, elm öyrənirlər və gənclikdə çalışırlar. Məsələn, Allah Subhanahu taala müvəffəq edir onlara. Və ona görə də yəni yaxşı vaxtda çox şey eləyə bilmir axı insan. Ona görə də Allah Subhanahu taala nə deyir? Biz ona nə verdik? Hikmət və elm verir. Yəni Allah Taala'nın mükafatıdır bu. Ona görə də sən gəncliyini doğru düzgün xərclə ki, yaxşı olanda da nədir? Hikmətli olursan. Çoxsu görürsən ki, məsələn, yaxşı adamdır. Bugün görürsən ki, heç nə yoxdur. Əksinə, şər, fitnə, nə bilim, yəni heç bir yaxşı şeydə hallanmır adı. Məsələn, baxırsan keçmişdəki ağsaqqalları görürsən, məsələn, yol göstərən, doğru, səbir, hikmətli. İndi görürsən ki, hələ şeylər yoxdur. Çünki cavanlıqda eləmir. Yəni cavanlıqda qiymət vermir, dəyər vermir və o mükafatına inib o cürdə olur. Yəni cavanlıq qocalığa yəni xeyirdir. Yəni qocalıq onu elə bil ki, üzə çıxarır. Ona görə də inşallah yəni Allahın rəhmətidir. Qocalanda insana hikmət vermək, ağıl vermək, güc vermək, ondan sonra elm vermək. Bunlar hamısı nədir? Allah Taala'nın mükafatı. Görürsünüz, necə ki qeyd elədim ki, əvvəllər də yəni sələflərimiz də görürsən ki, yaşlaşanda elm tələb edirdilər, qocalanda elm tələb edirdilər və Allah Subhanahu taala onlara mükafat verirdi. Mükafatlandırır, çalışırdılar. Yəni heç vaxt gec deyil və bəzən fikirləşərsən ki, artıq mənə cavanlığım gedib. Xeyr. Və həmişə yəni Allah Taala'nın qapısı açıqdır hər bir şeydə. Allah Subhanahu taala insanı doğru yola yönəltir, xeyrə doğru yönəltir, mükafatlandırır. Və Allah Subhanahu taala da bizi gəncliyimizi faydalı etsin, yaşlılığımızı faydalı etsin, bərəkətli etsin. Allah bizə xeyir qapıları açsın, Allah Taala bizi bağışlasın, Allah bizə rəhm eləsin. Allah bütün müsəlmanlara kömək olsun. Subhanakallahumma bihamdik, nəşhədu an la ilahe illa ente, nəstəğfiruke və nətubu ileyk.